3 ərəb turist Şəhidlər Xiyabanında çəkdikləri videoya görə həbs edilib. Səbail rayon məhkəməsi onlar barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçib. Videoda turistlərin gülməsi və qeyri-ciddi davranması sosial şəbəkələrdə narazılıq yaradıb. Onların Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə qəbir üzərində təhqiredici hərəkətlər ittihamı ilə saxlanıldığı bildirilir. Cinayət Məcəlləsinin 14-cü maddəsinə əsasən hər bir cinayət qanunda dəqiq göstərilməlidir. Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il qərarı cinayətin düzgün tövsüfünün vacibliyini vurğulayır. Qərarda deyilir ki, yanlış tövsüf şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Cinayət Məcəlləsinin 245-ci maddəsi təhqiredici hərəkət anlayışını dəqiq izah etmir. Rəsmi kommentariyalara görə bu maddə əsasən qəbirlərin sındırılması, korlanması və üzərində nalayiq yazılar yazılması kimi hallara aiddir. Məhkəmə təcrübəsində də qəbirlərin dağıdılması və üzərində yazı yazılması cinayət sayılır. Turistlərin videosunda isə qəbirlərə toxunma və ya onları zədələmə faktı görünmür. Şəhidlər Xiyabanı tarixi mədəniyyət abidəsidir və belə yerlərə zərər vurma Cinayət Məcəlləsinin 246-cı maddəsi ilə qiymətləndirilir. Lakin videoda abidələrin məhv edilməsi və ya korlanması da müşahidə olunmur. Buna görə turistlərin hərəkətlərində cinayət tərkibi görünmür və onların həbsi azadlıq hüququnun pozulması hesab edilə bilər.